Salam dostlar, bugün sizlə 22.01.2022-ci ildə düşən Olimpiada suallarının izahına baxacağıq. Bizə burada kömək edəcəklər demək Pərvin, Gülnur, Nihat və Aylin. Birinci suala başlayaq. Buyurun inşallah, kim izah edəcək? Mən izah edeyim. Buyurun. Deməli, miqyası 1/150-yə olan xəritədə iki məntəqə arasındakı məsafə 48 cm-dir. Bu məsafə 60 dərəcəlik paralel çevrəsinin 130 dərəcəlik qövsünün uzunluğuna bərabər olduğunu bilərək təhrifin neçə kilometr olduğunu hesablamağımızı istəyir. Miqyas 150-dir. Birinci biz xəritədəki əsl məsafəni tapacağıq, həqiqi məsafəni tapacağıq. Miqyas 150-dir. Xəritədəki məsafədə 48-dir. Vururuq bir-birinə, eləyir 7200. Sonra da əsl həqiqi məsafəni tapmalıyıq. Deməli, 60 dərəcəlik paralel çevrəsinin 1 dərəcəlik qövsü 55.8-dir. 1 dərəcəlik qövsü 55.8-dirsə, 130 dərəcəlik qövsünü də hesablayırıq nisbətlə. Tənasüblə eləyir 7254. Sonra təhrif tapmaq üçün bir-birinə çıxırıq. 54 kilometr qalır. 7254. Aha. Bəli. Sonra da bunların dişi fərqini tapırıq, değil mi? Bəli. 7254. Bəli, qəşəngdir. O cavab B bəndə. İkinciyə baxaq. İkinci sual. Buyurun. İzah edeyim mi? Buyurun. Aylin, buyurun. Şimal yarımkürəsində yerləşən orta fırlanma sürəti 570 km bölünsün. Paralel çevrəsinin üzərində günəş şüalarının günorta vaxtı maksimum düşmə bucağı 45 dərəcə olarsa, tropik xəttlər arası hansı enliklərdə keçər? Deməli, birinci 570 dərəcə kilometr bölünsün saatın hansı paralel çevrəsi üzərində fırlanma sürətini tapacağıq. Ona görə 570 vurulsun 24. O da eləyəcək 38,2. Bu da 70 dərəcəlik paralelin 1 dərəcəlik qövsünün uzunluğudur. Sonra bizdən 45 dərəcə veribdir maksimum günəşin düşmə bucağını. Ona görə də səs getdi. Bir də təzədən izah edəcək o sizə bir zəhmət. Dəqiqə daxilin. Aha. Buyur. 573 km bölünsün saat vurulsun 24 bərabərdir 13752. 13.000. Bunu da 360'a bölürük. 752. Bəli. Bu da bölürük. Bölünsün 360. Bərabərdir 38,2. Bu da 70 dərəcəlik paralel qövsünün 70 dərəcəlik paralelin 1 dərəcəlik qövsünün uzunluğudur. Bəli. Buyur. Aha. Deməli, maksimum düşmə bucağı 45 dərəcədə 45 bərabərdir 90 çıxılsın 70 dərəcə. Bundan da biz şimal enliyini çıxmalıyıq ki 45 dərəcə olsun da. Yəni 90-dan 45 çıxmalıyıq ki 70 çıxılsın x elə ki 45-ə bərabər olmalıdır. Burada da 70 dərəcə şimal enliyidir deyə buradakı günəşin düşdüyü enlik də şimal enliyi olmalıdır. 70 çıxılsın x 45, x də bərabərdir 25. Tropik xəttlərdə 25 dərəcəlik uzunluqdan keçəcəkdir. Cavab B, yox A. A bəndə. Əla. Üçüncü sual, buyurun. İzah edeyim mi? Buyur. Nihat, buyur. Günəş şüalarının minimum düşmə bucağının 43 dərəcədən kiçik olduğu coğrafi enliklərdə yerləşən vulkanları müəyyən edin. Deməli, günəş şüaları 43 dərəcədən kiçik olması üçün minimum düşmə bucağının bu tropik işıqlanma qurşağında yox, mülayim işıqlanma qurşağında yerləşməlidir.
Buna görə də bir Montampele vulkanı bu tropik işıqlanma qurşağındadır. Ona görə də cavab ola bilməz. Reynir bu mülayim işıqlanma qurşağındadır. 2-ni götürə bilərik. 3-də Orizaba. Orizaba tropik işıqlanma qurşağındadır. Onu götürə bilmərik. Ruapehu. Ruapehu da Yeni Zelandiyada yerləşir və mülayim işıqlanma qurşağındadır. Ruapehunu da götürəcəyik. Pinatubo Filippində yerləşir. O tropik işıqlanma qurşağıdır. Pinatubonu götürə bilmərik. Etna götürəcək. Etna mülayim işıqlanma qurşağıdır. Fukuyama da mülayim işıqlanma qurşağıdır. 6-7. Kerinci isə İndoneziyada yerləşir. O isə tropik işıqlanma qurşağıdır. Ona görə 8-də götürə bilmərik. Cavab B variantı. Güzel. Sonra növbəti 4-ü kim işləyər? Mən işləyim mi? Hə, Pərvin buyur. Dağların yerləşdiyi ərazilərə aid olan doğru fikirləri müəyyən edin. Deməli, A bəndində bütün dağların ətəyində günorta vaxtı şagil cisimlərin kölgəsi il boyu şimal istiqamətini göstərir. Deməli, kölgə il boyu şimala düşürsə, deməli, dağda şimalda olmalıdır. Yəni ki, 23.5 şimal elliyinə şimalda yerləşməlidir ki, günəş özündən cənubda olmalıdır, kölgədə şimal düşsün. Burada bir dənə böyük su ayrıcı, yəni qaydanı pozur, o cənubdadır. Ona görə A oldu səhv variant. Və bu dağların ikisi Paleozoy erasında yaranır. Yəni Paleozoy erasında Baykal, Kaledon, Hersində bunlar düzdür. Yəni Karpat Alp qırşığındadır. Ural Hersində, Hindquş Alp, Böyük su ayrıcı Hersin, Çerski, Mezozoy, altda Mont Blanc'dadır. Mont Blanc hündürlüyü de Alp qırşığındadır. B düzdür, ikisi yaranıbdır. Bu dağların mütləq hündürlüyünün azalma sırası 3, 1, 6, 5, 4, 2'dir. Bu səhvdir. Karpat dağlarının ən hündür zirvəsi 2655'dir. Uralın 1895'dir. Hindquşun 7708. Böyük su ayrıcın Kostuşkodu 2228. Çerskinin də 3300. Altında Mont Blanc 4807. Bunun deməli azalma sırası olacaq 3, 6, 5, 1, 4, 2 kimi. Səhvdir amma cavabda. Sonra D. Bu dağların birinin ən hündür zirvəsi Narodnoye zirvəsidir. Bu düzdür, Ural dağlarıdır. Y variantında bu dağların içərisində ən hündür zirvəyə malik olan dağda fəaliyyətdə olan vulkanlar mövcuddur. Deməli, ən hündür dağ oldu Hindquş dağı 7708. O da Asiyada yerləşir. Biz də bilirik ki, Asiyada fəaliyyətdə olan vulkan yoxdur. Ona görə Y-də səhvdir. Cavab B-də C variantı. Asya'da yani daha doğrusu Küçük Asya Yarımadası'ndan ta Alpimar kuşağının şərqə doğru yoktu orada. Bəli. Doğru cevap C bəndi. Allah gözəl. 5'e baxaq. Buyurun, kim işləyəcək? Mən izah edeyim. Gülnur buyur. Aral gölünün səviyyəsinin kəskin dəyişməsinin əsas səbəblərini müəyyən edin. Deməli, Aral gölünün qurumasının əsas səbəbi Amudarya və Sırdərya çayının yönlərinin dəyişdirilməsi və kənd təsərrüfatının inkişaf eləməsidir. Buna görə də Amur və İli çayı üzərində qurulan su bəndləri İli çayı Aral gölünə tökülür. Buna görə bu variantı silirik. Gölün yerləşdiyi ölkələrdə kənd təsərrüfatının inkişafı, bunu götürəsik. Litosfer tavalarının hərəkəti, bu səhvdir, əlaqəsi yoxdur. Bu göldən türkməsinə əvəzini çəkilmiş suvarma kanalı, bu səhvdir. Qaraqum suvarma kanalının fəaliyyətə başlaması, bu düzdür, bunu götürəsik. Sırdərya çayının suvarmada geniş istifadə olunması, bu da düzdür. 2, 5, 6 Y variant. Allah. Güzel. Buyurun inşallah. Kim eğer hansını istəyirsə onu izahlaya bilər. Biraz kiçildək bunu. Hə. Buyurun, bunu kim izahlayacaq? Kim izahləmək istəyir?
İzah edeyim mən. Buyur. Hə, Nihat, o şəkilləri bir-bir izahlə. Yəni, siklon, ansiklon. Bəli. Deməli, 1 və 2-ci şəkillərdə antisiklon təsvir olunub, 3 və 4-cü şəkillərdə isə siklon. Biz bilirik, antisiklon şimal yarımkürəsində saat əqrəbi hərəkət istiqamətində hərəkət edir. Buna görə 1 şimal yarımkürəsi olacaq, 2 cənub yarımkürəsi, 3 cənub yarımkürəsi, 4-də şimal yarım, yox, 3 şimal yarımkürəsi, 4-də cənub yarımkürəsi. Deməli, 4-cü vəziyyət bütün yarımkürələrdə müşahidə edilə bilər. Xeyr, bu siklondur, saat əqrəb hərəkət istiqamətində yalnız cənub yarımkürəsində müşahidə olunur. Biri silirik. 3-cü sxemdəki 2-yə baxaq. 3-cü sxemdəki vəziyyət ABŞ-ın cənub-şərqində müşahidə edilə bilər. 3-cü vəziyyət, bəli, şimal yarımkürəsi üçün xarakterikdir. Ona görə də ABŞ-ın cənub-şərqində ola bilər. 3-ə baxaq. 1 və 3-cü sxemdəki vəziyyətlər eyni yarımkürədə müşahidə edilir. Bəli, hər ikisi şimal yarımkürəsində müşahidə ediləcək. 4, 2 və 4-cü sxemlərdə eynən hava müşahidə olunur. Bu səhvdir. Çünki siklon yağıntı verdiyi üçün orada olan hava qalxan hava olacaq. 5, 1 və 3-cü sxemdəki vəziyyətin müşahidə edildiyi yarımkürələrdə bütün küləklər sağa meyl edir. Fərqli yarımkürələrdir. Şimal yarımkürəsində sağa meyl edir. Ona görə də 5 də götürəcəyik. Yəni ki, düzdür bu, bütün küləklər. İkisi də şimal yarımkürəsi olduğu üçün bütün küləklər sağa meyl edir. 3 və 4-cü vəziyyətin müşahidə olunduğu cənubda isə sola. 3 və 4-cü sxemdəki vəziyyətin müşahidə olunduğu ərazilərdə çayların səviyyəsinin azalacağını proqnozlaşdırmaq mümkündür. Bu səhvdir, çünki siklon olduğu zaman bol yağıntı gətirir. Bu isə çayların səviyyəsinin azalması əvəzinə artmasına səbəb olacaq. D variantı. Gözəl. 7. Buyurun. Mən izah edeyim mi? Bəli, buyur. Deməli, Vettern və Balaton gölləri və onların yerləşdiyi ölkələr üçün oxşar olmayan fikirlər müəyyən edin. Deməli, Vettern gölü İsveç ölkəsində yerləşir. Balaton gölü isə Macaristanda yerləşir. Bir materik daxili ölkədir. Bu düzdür. Hər ikisinə oxşardır, yəni. Ona görə bir səhvdir. İsveç materik daxili ölkə deyil, amma Macaristan materik daxili ölkədir. Ona görə oxşar deyil. Ona görə biri götürəcəyik. Sonra 2, rəsmi dövlət dili Hind-Avropa dili ailəsinə mənsubdur. Bu Vettern gölünə aiddir. Yəni İsveç Hind-Avropa dil ailəsinin German qrupudur, amma Macaristan Ural dil ailəsinin Fin-Ugor dil qrupuna aiddir. Ona görə ikisinə oxşar deyil. Ona görə 2-ni də götürəcəyik. Sonra 3, yerləşdiyi qitənin ərazisi 3 yarımkürədədir. Bu hər ikisinə aiddir. Sonra ərazisinə Dunay çayı keçir. Bu da oxşar olmayan əlamətdir. Macaristandan keçir, amma İsveçdən keçmir. 5, mülayim iqlim qurşağında yerləşir. Hər ikisi mülayim iqlim qurşağında yerləşir. 6, Rusiya Federasiyası ilə həmsərhəd deyil. Hər ikisi Rusiya Federasiyası ilə həmsərhəd deyil. Ona görə cavablar 1, 2, 4. D variantı. İkisinə aydın olmayanları götürdük də biz. Oxşar olmayanları götürdük. Hə, ona görə mən burada olmalıydı demək. 1, 2, bir də 4. D bəndi. Çünki o bilər doğru idi. Məsələn, bu 3 doğru idi. Bəli, 5-də əla, 6-da əla, yəni fərqli olanlar. Bizə oxşar olmayanları götürmək. Düzdür, qəşəng. Gözəl. Aydın. 8. Sekizi kim izahlə uşaqlar? Mən deyim, mən cavabı. Aha, buyur. Şəkildə göstərilən Vasyugan bataqlığının yerləşdiyi ölkə, bu da Rusiya Federasiyasında yerləşir. Cavab A variantı. Gözəl. 9-a baxırıq. Deyim 9-u mən. Buyur, buyur. Ruis vulkanının yerləşdiyi ölkəyə aid olan xüsusiyyətləri müəyyən edin. Ruis vulkanı Kolumbiyada yerləşir. 1. Unitar respublikadır. Bəli, biri götürəcəyik.
sahillərini iki okean suları yuyur. Bu da düzdür. Kolumbiya iki okean sahilində yerləşir. Ərazisində Maracaibo gölü yerləşir. Maracaibo gölü Venezueladadır. Üçü çıxırıq. Aid olduğu materikin ən ucqar nöqtəsi ərazidə yerləşir. Bəli, şimalda Parinyas burnu burada yerləşir. Yox, şimalda Galinyas, qərbdədir Parinyas. 4-də götürürük. Tropikin səhra iqlimi olmalıdır, səhv eləmirəmsə. Gözəl. Ərazisində yerləşən dağ silsiləsində yalnız sönmüş vulkanlar mövcuddur. Xeyr, Ant dağlarında dünyanın ən hündür fəaliyyətdə olan vulkan yerləşir. Həmçində bir sıra fəaliyyətdə olan vulkanlar mövcuddur. Ərazisi iki materik... Üzr istəyirəm, Kolumbiyadan söhbət gedir də. Ruiz özü fəaliyyətdə olan vulkandır. Bəli. Yəni aid olduğu materik dağ silsiləsində soruşur deyə izah elədim. Yox, 5-i çıxırıq. 5-i çıxdı. Ərazisi iki materik tipli litosfer tavasının konvergent sərhədində yerləşir. İki materik tipli yox, biri materik, digəri isə okean tipli. 1-2-4 A variantı. Ona baxaq. Onu kim izahlayar? Mən eləyəm. Buyur. Pərvin, buyur. Şəlalələrin yerləşdiyi ölkələri müəyyən edin. Niagara şəlaləsi ABŞ və Kanadadadır. Bu düzdür. 1. Niagara çayı üstündədir. Iguaz şəlaləsi Braziliya və Argentinada. Bu da düzdür. Stanley şəlaləsi Uganda yazıbdır. Səhvdir. Kongodadır. Tugela şəlaləsi Cənubi Afrika Respublikası. Bu da düzdür. Livingston şəlaləsi Mərkəzi Afrika Respublikasıdır. Yazıbdır, amma səhvdir. Zambiya və Zimbabwe ölkələrindədir. Victoria'da Kenya, Tanzaniya yazıbdır. Səhvdir. Bu da Zambiya, Zimbabwe. Cavab 1-2-4-C. Tamam, güzel. 11. Mən izah edeyim. Buyur. Gülnur buyur. Deməli, adları ölkələrə görə qruplaşdırın deyir. Müqəddəs Irana Böyük Britaniya adasına aiddir. Bu düzdür. Aleut Kanadaya yox, ABŞ-a aiddir. Bu səhvdir. Bunu götürməyəcəyik. Korsika adası Fransaya aiddir. Sokotra Yəmənə aiddir. Deməli, Elsin adası Kanadaya aiddir. Fijidə Məzəl adı var idi. Fijidə elə Fijiyə aiddir deyəsən. Malinaziya aiddir. Demək, doğru cavab 1. Olacaqdır. 1, 3, 4. Tamam. Buyurun. 12 kimişdir? Mən işləyim mi? Buyur. Baltik və Qara dənizlər üçün fərqli cəhət istəyir. A variantı bir neçə ölkənin sahillərini yuyur. Bu düzdür, hər ikisi üçün oxşar cəhətdir. B variantı ən dərin nöqtəsi 1000 metrdən azdır. Bu səhvdir, Baltikin ən dərin nöqtəsi 2122 metrdir. 1000 metrdən çoxdur. Qara dənizin isə azdır. 459 deyirsən. Baltikin 1000-dən çoxdur müəllim. 2210 metrdir. 2122. Ola bilər. Yəni Baltik da yazılması lazım. Baltikin 2122-dir, Qara dənizin 459. Yəni Qara dənizin 1000 metrdən azdır, Baltikin 1000-dən çoxdur. Bu fərqli cəhətdir. C. Rusiya Federasiyasının sahillərini yuyur, hər ikisi Rusiyanın sahillərini yuyur. Şərqi Avropa düzənliyi ilə başlayan çaylar üçün eroziya basisidir. Bu da düzdür. Gəmçilik kanalları vasitəsilə Xəzər dənizə çıxışı mövcuddur. Bu da hər ikisi üçün oxşardır. Ona görə bu da düzdür. Cavab B. Tamam. Onun üçün kim izahlayar? İzah edeyim mən. Buyur. Axarsız gölləri müəyyən edin. A variantında Ontario axarlı göldür. A variantını çıxırıq. B variantında Qarda axarlı göldür. B variantı çıxırıq. C variantında Tanganyika axarlı göldür.
C-ni çıxırıq. D variantında Atabaska axarlı göldür. Cavab Y variantı Elton, Basqunçaq ikisi də axarsız göllərdir. Əla. Burada Aylin deyə bunu təzədən yazın. Deyə darıxma. Yəni orada şey oldu. Baltik dənizi daha dayazdı. Elə olmaydı. Eləmi? Bax, Baltik olmaydı təxminən. Yəni 400 ətrafı, 470 ya. Qara dəniz daha dərindir. Çünki Baltik tam olaraq platformada yerləşir. Qara dəniz nisbətən Alp seismik quruluşlarına yaxın deyə istərsən o dərin olması lazım. Çünki həm də tavaların materik tipli tavanın toqquşma zonasına yaxın deyə o daha dərin olacaq. Elə yanaşa bilərik. Yəni Mən internetdən məlumat almışdım. Yəni elə ona görə elə. Bir dənə zəhmət dəqiqləşdir. O bir növbət sual izahına baxana qədər. Yəni ola bilər ki, orada bunlar olsa təxmini rəqəmlərdir. Şeydə yəni ola bilər nəsə mexanik səhv olub. Bir də zəhmət bax. Növbət sual izahına qədər. Növbət sualı kim izahlayır uşaqlar? Verilmiş xəritə nəyi ifadə edir? Mən baxdım təzədən düz deyirsiniz. Baltikdə daha dayazdır, 470-dir. Problem yoxdur. Əsas yəni şeylər orada dediyim kimi də yəni o daha çox platforma sayəsindədir ona görə. Getdi. İndi 14-ə baxaq. 14-ü kim? İzah edeyim mi mən? Buyur. Deməli, baxırıq ki, orada əsasən Afrika əraziləri, Afrikanın şimal tərəfləri böyük səhra olsun, cənub hissələrində səhra zonaları qırmızı ilə göstərilib. Orada da qırmızı ən az göstəricidir. Həmçinin ekvator boyu ərazilər göy xətlə göstərilib. O da ən çox verilib. Yəni bu yağıntı miqdarı ola bilər. Ona görə də cavab D variantı. Əla. Gözəl. Bu eyni ilə bu xəritə dəstliklərdə var. Ondan baxa bilərik. Sonra 15-ə baxırıq. Kim izahlayacaq? İzah eləyim mi? Buyur Aylin. Deməli, cədvələ əsasən doğru olmayan bəndi seçin. Bir də Po çayı, çayın mənsəbinin yerləşdiyi hövzə Adriatik dənizi, mənsəbinin yerləşdiyi ölkədə İtaliya. Bu düzdür. Əla. 2. Yukon çayı, Beaufort dənizi mənsəbinin yerləşdiyi hövzə, mənsəbinin yerləşdiyi ölkədə Kanada. Beaufort dənizi səhvdir, burada Bering dənizidir, Yukonun mənsəbi. Gözəl. 3. İravadi çayı, mənsəbinin yerləşdiyi hövzə Siam körfəzi. Bu səhvdir, Andaman dənizidir mənsəbi. 4. İli çayı, Balxaş gölünə tökülür mənsəbi. Qazaxıstanda yerləşir, bu da düzdür. Dəclə çayı, Ərəbistan dənizi mənsəbi yazıb, amma səhvdir, bu İran körfəzi olmalıdır. Gözəl. 6-da Rona çayı, Aralıq dənizi mənsəbinin yerləşdiyi hövzə Fransada yerləşdiyi ölkə, bu da düzdür. Cavab B variantı. Hansı variant? B variantı. B mi? Səhvləri götürün. Doğru olmayan fikir. Əla, düzdür. Demək 2, 3, bir də 5. Əla, düzdür. Doğru olmayanlar. Şərti mən diqqət yetirmədim. Sonra 16-ya baxırıq. Mən deyim mi? Pərvin, buyur Pərvin. Nədir? Amma mən təxmini yazdım da, yəni iki okean hövzəsinə aidlik isə çayları iki okean sərhədində olacaq. Mən variantları çıxıb yazdım orada. Əla, gözəl. Mən A variantında Luzon Filippindədir. O Filippində sakit okean düşür. Ona görə iki okean çıxdı. B variantında Şeyh adaları Hind okeanındadır. Ona görə bir okeandadır. O da getdi. C variantında Azor adaları Atlantik okeanındadır. Bu da getdi. D variantı düzdür. Y variantında da Yamayka özü Atlantik okeanındadır. Mindanao da Filippindədir. Hərəsi də ayrı-ayrı tək okeandadır. Ona görə D variantı qaldı. Əla, gözəl.
Sonra 17-yə baxaq. Gözəl, Pərvin, gözəl. O bir uşaqlar bir zəhmət 17 kim istəyər? İzah eləyim mən. Buyur. Deməli, doğru olmayan bəndi müəyyən edin. Gilgazod, Marzanlı, Gilgazçay və Leftçay faydalı qazıntı yataqlarının yerləşdiyi inzibati rayonlar işğaldan yeni azad olunmuşdur. Bəli, bu düzdür. Ölkəmizin yerləşdiyi istilik qurşağının şimal sərhəddi orta illik temperatur göstərən izoterimlə müəyyən edilir. Bu səhvdir. Çünki istilik qurşağının sərhədləri tropiklərdə orta illik, digər enliklərdə isə ən istayın orta temperaturunu göstərən izoterimlərdən keçir. Orta illik temperaturdan deyil. Bir də bu üçüncüsü dəfə şeyə düşüb, imtahana. Olimpiadalar düşüb, ona diqqətli olmalısınız. Əla, gözəl. Sonra Ağsu çayı, Köndələn çayı və Qarqar çayın qidalanmasında yeraltı sular üstünlük təşkil edir. Bu səhvdir. Çünki Qarqar çay əsasən yağış suları ilə qidalanır. Ona görə də o bir dənəsi avtomatik çıxdığı üçün o pişi var cavabda səhv sayılır. yağış sulardır. Aha. Ceyrançöl, Kür və Qabırlı çayları arasında yerləşir. Bu düzdür. Respublikamızda maksimal yağıntı miqdarı maksimal buxarlanma qabiliyyətindən kiçikdir. Bu səhvdir. Cavab C variantı 17-də. Doğru olmayanları əla. 18-i kim izahlər? Mən izah eləyim. Buyur Gülnur. Respublikamızın üzvü olmadığı beynəlxalq təşkilat, o da bir dənə OPEC-dir. Əla. 19-a baxırıq. Bunu kim izah eləmək istəyir sonra? Mən deyim. İzah edeyim. Pərvin, buyur. Eyler-Venn diaqramına əsasən aşağıdakı ölkələrin oxşar və fərqli cəhətlərini müəyyən edin. Peru və Braziliya. Deməli, Bolivia ilə həm sərhəddir. İkisi də Bolivia ilə sərhəddir. 3-ə 1. 2 Federativ Respublikadır. Deməli, Federativ Respublika Braziliyadır. 2-ə 2. Paytaxtı okean sahilinə yerləşir. Bu Perudur. Braziliyanın biraz içəri tərəfdə yerləşir. Amazon çayı ərazisindən keçir. Bu da ikisinin də keçir. Ona görə 1-ə 3, 2-ə 2, 3-ə də 1, 4 C variantı. Aferin, əla. Bir də bu Boliviyanın sərhəd olması haqqında nə deyək? Bu da çox görmüşəm mən. Olimpiada sualım çox düşür. Güvənin sınavına düşüb. Ekvatordan cənubdakı deyək də bütün dövlətlər bir dənəsi istisna, yəni Uruguaydan başqa, hamısı Boliviyanın sərhəddir. Oldu mu? Gözəl, getdik. Elə saxlasaq, Müəllim, amma siz dediyiniz fikrə uyğun olaraq Kolumbiya cənub yarımkürəsində yerləşsə də kiçik bir hissəsi Bolivia ilə sərhəd deyil amma. Yox, ekvatordan tam olaraq da cənubda, yəni tam cənubda, hə, onda düzdür. Onun bir hissəsi şimalda yerləşir. Yəni ekvatordan cənubda olan, tam olaraq cənubda olan əksəriyyəti cənubda olan deyirsiniz. Yəni tam olaraq cənubda yerləşən ölkələr. Demək olar ki, indi Braziliya düzdür, az səslə biraz ekvator şimala düşür. Mən fikirləşdim ki, bunu necə deyə bilərik ki, uşaqların belə yadda saxlasınlar. Yəni bir dənə orada Uruguayda cənubda olanlardan sərhəd olmayan tam olaraq. Yəni bəlkə də tam da bir yaxşı metod deyil. Çünki mən bunu çox görürəm və səhv edənləri də görmüşəm burada. Dedim, heç olmasa belə. Baxın da, yəni yaxşı olar ki, demək istədiyim bu Bolivia çox testlərlə düşür, yəni göz yaddaşı olaraq saxlası yaxşı olar. 20-yə baxaq. Mən izah edeyim mi? Bəli. Superpit mədənindən çıxarılan faydalı qazıntının şərti işarəsini və onun Azərbaycanda mövcud olduğu inzibati rayonu müəyyən edin. Superpit mədənindən qızıl çıxarılır. Bu da D-dir, qızılın şərti işarəsi D-də göstərilən işarədir və Azərbaycanda da Kəlbəcərdə mövcuddur. Cavab D. Əla, gözəl. 21-ə baxaq. Kim izah edə bilər? Bunların yerlərini desək yaxşı olar.
Mən izah edeyim müəllim. Buyurun. Xocavənd İnzibati rayonunda şəhər tipli qəsəbə. Xocavənd İnzibati rayonunda Hadrut var. Elə cavab B variantıdır. Əsgəran şeydədir, Şuşadadır deyəsən. Xocalı, aha. Xocalıda, hə, Tuşsu Şuşadadır. Ofislərdən Naxçıvanda mı? İkisi də Mincilxandan Kərkic. Kərkicəhan Xankəndə. Hə, bəli. Bunlar mən yazı verəmişəm sizə. Biraz bəs. 22-yə baxaq. 22 kim izahləyə bilər uşaqlar? Mən deyimmi? Pərvin, hə. Buyur Pərvin. Avstraliya materikinə Tuşsu hardadır? Tuşlu Şuşa. Tamam. Ola yazı verəcəm inşallah. Yəni konspekt kimi götürəsiz. Hə, buyur. Avstraliya materikinə aid olan xüsusiyyətləri müəyyən edin. 1. Qərb hissəsi qədim platforma, şərq hissəsi isə qədim qırışıqlıq zonasıdır. Bu düzdür. Ən alçaq nöqtəsinin yerləşdiyi ərazi mülayim işıqlama qurşağına uyğun gəlir. Ən alçaq nöqtəsi İri göldür, -16 metr. Bu da tropiklərin cənubda yerləşdiyinə görə düzdür, mülayim işıqlama qurşağına uyğun gəlir. Makdonel dağları Barkly platosundan daha şimalda yerləşir. Bu səhvdir. Materik ərazisinin yarıdan çoxu yüksək təzyiq zonasında yerləşir. Yəni tropik xətti kəsir Avstraliya materikini. Ona görə orada da enən hava yüksək təzyiqdir. Bu da düzdür. Ən yüksək temperatur Darling çayının yuxarı axarında müşahidə edilir. Bu səhvdir. Daxili suların hövzələr üzrə paylanmasında ən az pay Hind okeanına aiddir. Yəni ən az yox, ən çox olmalıdır burada. Ona görə 6 da səhvdir. Cavab 1, 2, 4. Burada biraz əlavə edeyim. Və ən yüksək temperatur Darling çayının yuxarı yox, aşağı axında müşahidə olunur. Daxili suların hövzəsi üzrə paylanması ən az pay Hind okeanı yox, Sakit okeanıdır. Hind okeanı ikincidir. Birinci yerdə daxili axarsız hövzədir. Yəni daxili axarsız hövzə 60%, Hind okean 30%, Sakit okean isə 10%. Əla, gözəl. 23-ə baxaq. Nisbətən sadə sualdır. Buyurun, kim izah edər? İzah edeyim müəllim. Buyurun. Araz çayının suyu ilə qidalanan suvarma kanallarını müəyyən edin. Birincisi olacaq Başmil. Bu Araz çayının suyu ilə qidalanır. Bunu götürürük. Yuxarı Qarabağ yox, arasına qidalanmır. Mingəçevir Sonbar ilə qidalanır. Üçüncüsündə Başmuğan da Araz çayı ilə qidalanır. Dördüncüsündə Əzbəyovanlar kanal da Araz çayı ilə qidalanır. Samurabşeron Araz çayı ilə qidalanmır. Yuxarı Şirvan da Mingəçevir Sonbar ilə qidalanır. 1-3-4 E variantı. Əla, 24-ə baxaq. İzah edeyim. Hə, buyur. Deməli, xəritə sxemində göstərilən Türk dövlət qurumlarından Başqırdistan, Tıva, Kabarda-Balkar və Çuvaşiya hansı rəqəmlərlə göstərilib? Orada bir-bir rəqəmlər deyim. 1 rəqəmi ilə Tıva göstərilib, 2 rəqəmi Altay, 3 Xakasiya, sonra orada 5 var, 5 Başqırdistan, 6 Tatarstan, 7 Çuvaşiya, 8 Qaraçay, Çərkəz, 5, 9 Kabarda-Balkar. Deməli, Başqırdistan oldu 5, Tıva 1, Kabarda-Balkar 9, Çuvaşiya da 7 C variantı. Əla, çox gözəl izahladınız. Olan yerlərini bilmək, özdə arzulan deməyiniz. Çox gözəl, əla. 25-i deyim müəllim. Buyur, son sualımızdır. Aha. Deməli, uyğunluğu müəyyən edin. Doğum göstəricilərinin azaldılması, doğum göstəricilərinin artırılması, körpələrin uşaq müəssisələrinə cəlb edilməsi, bu təbii ki olacaq doğum göstəricilərinin artırılmasına, nikah yaşının artırılması, doğum göstəricilərinin azaldılmasıdır. Müavinətlərin verilməsi, doğum göstəricilərinin artırılmasına aiddir. Ali təhsil müəssisələrində təhsil alanların ailə qurmasının qarşısının alınması, bu doğum göstəricisinin azaldılmasıdır. Uzun müddətli ödənişli analıq məzuniyyətinin verilməsi, bu da artırılmasına aid olacaq.
tibbi xidmət və təhsil ödənişlərinin vətəndaşların öz hesabına olması, bu isə ailənin vəziyyətini çətinləşdirdiyi üçün doğum göstəricisinin azalmasına səbəb olacaq. Yəni birincisinə 2, 4, 6, ikincisinə 1, 3, 5 E variantı. Gözəl. Uşaqlar, çox sağ olun. Təşəkkür edirəm. Çox gözəl izah elədiniz. Xırda səhvlər olar, problem yoxdur. Çox gözəl araşdırmışdınız. Əla, növbəti testi göndərəcəm inşallah qeydlərdə.